Salam qızlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün səhərimizi belə açdıq. Plet nədir? Adyallar qoydum yiyorsun. Çünki artıq paraşok hissi gəlmir. Amma mən xoşlayıram evdən paraşok hissi gəlsin, təmizlik hissi gəlsin, svejost hissi gəlsin. Öncə yuxudan duran kimi elə ədyalları dedim qoymuyorsun. Zaten onlar tez qurur. Sonra uşaqlar duranda yeri yığana kimi quruyacaqdır. Bugün hava çox küləklidir. Sanki yağış yağacaq. Zaten demişdilər 10-15 gün dalbadal yağış yağacaq. Görək bəlkə günorta gün çıxsa yaxşı olardı. Yeni skavarotkamızı test edirik. Şu yemeğimiz artıq pişdi. Ləlişdən uslanay. Bugünkü qonaqlarımız yavaş-yavaş gəlirlər. Eliyəsi gəlib, unutmuşam savsiyəm. Zəng eləyib də düşürəm də aşağı. Pulu verdim. Çıxıram yuxarı. Başım qarışıb nəvələrə, inansız. Zəng eləyir ki, mən gəlmişəm. Amma yaxşı insan da heç vaxt yuxarı çıxmır. Nə qədər deyirəm ki, gəlin çıxan, çay içəyin, nə bilim falan filan. Nə qədər deyirəm, gəlmir. Heç nə pul verdim, deyirəm sayın. Valentina demişdi ki, bu qədər, bu məbləğdir. Deyir, raz deyiblərsə saymaya ehtiyac yoxdur. Buna platya üstündən tez şaket geyindim, çıxdım. Nətər yadımdan çıxıb. Yazıq Zəngiyev əvvəlcən demişdi ki, 11:30-da gələcəm. Ой, кто к нам пришел? Добро пожаловать. Дай по тебе. Ой, прощу, футболка. Hoş geldiniz. Salam, salam. Ha, bunundur o. Bundadır. Ne dersiniz? Ne yiyorsunuz? Sağlık, çilip. Ne dersin? Anne mi gidiyor? Yatırdı. Buraya yatmış diye durdu. Tamam. Nereye? Hiç görüşmüyor değil mi? Evet. Хорошо, спасибо. Nerede привет. Ne dersiniz? Ayağım ağrıyor mesela. Paltarlarınız var, dolar gitmiş ha. Ох, какая красивая девочка. Давай я тебя. Что будем? Что будем? Косметика? Ты косметику любишь? Да, точно. Русик. Какая запах. Я тоже. Ты помада хочешь? Ancaq kosmetikadan Ты помада хочешь? Красную хочешь? Ай-яй-яй, у мамы есть помада красная? Она тебе разрешает, мама? Точно. Сейчас знаешь, что я буду делать тебе? Gitmeye pomada. Надо есть помада, да? Подожди. Да, еще раз повтори. Мне показалось? Ты почему к бебешке не приходил? Почему не приходил к бебешке? Мама, bu nedir? Diyor ki, мы думали ближе к вам жить. Это мама тут хотела, папа. Пусти, böyle. Size geçək pürrəngi bergamot ətirli çay demləyəcəm. Tıpış. Bu ayağını yaxşı dinəmir, yürü.
Haberim var. Ya masaja zada gitmədi. Step bu. Nefes alanda böyle bir ter alırdı. Yine geldi. Bilmirəm, mən görmədim bu gün. Pi, sən cezmək istəmişdin. Hə. Давайте чай налью. Чай пьем. Чай попьем. Тут горячо, тут горячо. Al kızım. Oğlu tut. Амина, ты опять пряталась? Да. Тебе нравится прятки играть с Эмином? Да. Ой. Нафиг. А? Очень вкусно. Смотри. Ему кисло, ему не нравится. На. Opa. У меня горячо в руках. Пожалуйста, уйдите. Çaynik yanıb. Hemencə qaynar çay iç. Buna bax. Выступнула. Ты ударилась? Нет. Привет, Алина. Şimdi de bana yedi. Ne bak? Gələn kimi sən zaqruzit elədi işlə. Niyə alınmır ki? Он что-то çok açık ya. Это надо крутить, чтобы за... Вот это как снять, я не знаю. Тебе еще налить чай? А, да. Садись, кушай. Да, вот Алина вот так наливала, случайно пролила. Ну, она просто неопытная, я видишь? Угу. 4 детей вырастила. Алина, это не Алина, а бабушка в магазин сходила, когда мы еще вообще на машине были. Это еще когда вообще спал. А что бабушка купила вам? Она этот зашла в магазин. Она же расписаться заходит. Да, она сахарную вату купила. Ага. Нам с Алинкой 2 сахарные ваты недорогие. И вы по дороге кушали? Да, и мы еще этот зашли, этот же, как там, в рынок. А, Не в рынок, а да, чё? да. Бабушка сказала, что она нам чайник купит, но она не нашла. Там не было. Там не было. Не было, да. Сейчас она еще пошла на чайник. Она тоже ушла? Ну, она чайник нам купит и придет быстренько. А то, видишь, чай как бы тетя наливает? Кстати, неудобно, да? Сейчас быстренько чайник возьмет и придет. А вы пока чай пейте, А вот этот вот большой. он сгорел. Я его сейчас уберу вообще. Вот этот, мы зашли этот, купили чипсы, но мы сами захотели. Deməli qızlar, Səbinəgil bizdə idi ailəlikcə. Sonra mamagil gəldilər. Sağ olsun mama mənə çoxlu ərimiş yağ gətirib. Səbinəyə də verdik. Sonra Səbinəgil evə getməli oldular. Mamagil apardı oraları. Dedi, yol üstü beyninə qoyub ki, bizim çaynikimiz yoxdur, çaynik alacaq. Dedi, yol üstü çaynik alacam. Neysə ki, elimdən mama getirdilər Səbinəgil yolu salmağa. Uşaqlar bizdədirlər. Mən tez ona kimi yemək pişirim. Gəlib yemək yesinlər. Gözüm çıxdı. Maman gətirdiyi yağlar. Görək bunlardan nə hazırlayacağıq. Maman gətirdiyi yağları göstərim sizə. Hamısı ərinmiş yağdır. Sağ olsun. Aşqarası həmişə deyirəm, biz sulu xoşlayırıq. Ona görə biz biraz tərkibində su saxlayırıq. Və düyümüz də burada pişməkdədir. Düyünü təzə qoymuşam. Vay. Al çay iç. Spasibo mama. Gördüm gəlmirsiniz. Düzən geldim deyim ki, əştabar versən zakaz eləyərəm. Gəlin evə. Yo, girdim aldım prosto. Elman biraz sert saldı kapıya. Spasibo. Yoksa göre kız orada göğe yokladı. Çekli zadı var orada, если что. Yo, indi qoyaram qoymasın. Hadi bak, geldi her ekmeğe karşı. Spasibo. Suyu çok olanda güllerini kurudu.
Təzə əkmişəm, mən. Hacı. Arkadaşlar yiyiş ruki. Təzə əkmişəm. 1-2 dəfə də su vurmuşam. Ha, dekabristə əkmişəm. Hayır, sen böyrünü bastırın. Sonra şey yersin. Aşağı elə çox şey vurmuram, sarı kök. Küçük. Ha, təzə gülümüz var sanki. Bu gülden haberim vermiş ha. Sen de. Gülen sen de ters olursun sen. Pomidor, da. Nətərdir mənim güllərim? Bu ne gülü böyle yıkılıp ucu. Nə xoşuna gəlmir ki, mənim güldür də. Bu öyle bir şey peyindi. Kupkurudu. Mən çöldən də yığmışam torpaq. Selamı pis. Bu gün istatmışam gülləri. Ya hele İstanbul gülleri. Torpağın sen İstanbul. Bir sen nece? Torpağın sen. Bu sizden aparmışam bundan. Elə onu deyirəm ki, nə oldu? Əhmişəm belə durur bilmirəm. Nə yıxılan kimi yıxılır, nə duran kimi hələ ki durur. Bilmirəm sonrası nə olacaq. Bir dənə çay qaynatma, çay istirəm içəm. Aha. Demişəm ki, adam kimi sür, mən peşman eləməliyim. Yola çıxdı. Yox, oraya yol deyil ki. Sağ olsun, Ləliş bizə salat hazırladı. Çoban salata. Nə? Банан ve молоко, кокосовое молоко. Bunu karıştır otur oyna. Boy. Mama, çatırı güzel. Холодильникte biri var diye hiç aklıma gelmez. ZPP salat. Getmişdilər bunlar oynamağa. Dayısı bunun elektrosamokatını düzəldib. Biri samokatı götürüb, biri velosipedi. Gediblər bu soyuq buz kimi havada velosiped sürməyə. Belə baxıram, başa düşürəm ki, yağış yağıb da restoran üstü yağışdı. Siqnallayır. Игрушка полезная. Да, все, так мы еще покатались. На, yaxşı ki села. Мы вам звоним, никто не берет. Понравилось? Lazımdır sənə pastaya nəzarətkasız göndərmək ki, yavaş sürəsən. Mamacım geyinib hazır gözləyirlər, əlindən gəlsin ki, aparsınlar evə, getsinlər evə. O elektrosamokatını götürüb ki, sizi yola salsın. Padyeza kimi. Görsən də görməmişdik. Deyir, mən dayıya özümü göstərəcəm. Davay. Mən pəncərədən baxaram sizə. Deyirəm, Elman maşını padyezin qavandadır. Yox, mən Serabna onları yola salacam. İstəyir dayısının yanında özünü göstərsin. Sevinir də neynim. Elə bəlkə elə böyük bir şey deyil, amma sevinir də uşaq. Alina ha dedi getsin bizə, dedim yox. İqruşka almışam, qoy sürsün evdə. Darıxsa da sürsün, darıxmasa da sürsün. Biz saat 7-yə həkimə yazılmışıq ki, Ləlişin dişini rengen eləməyə. Rengen yox, snimak. Şöyle desən yağış yağış. Ləliş də yatıb, nə qədər deyirəm, durmur. Deyir, ondansa zapisin vaxtını dəyiş. Nazaretkası da ölübdür. Bax, nətər özü göstərəsən ayrısını. Alina oturdu. Yəqin getmir. Aha. Xotdadır.
Deyirəm də zaretkası ölübdür. Elə bərk getmir. Mamaya çaynikin pulunu göndərdim. Hələ baxmayıb, görməyib, istəmirdi. Yenə də göndərdim də sağ olsun mənə vuruşat elədi. Sağ olsun Elman gəldi düzəltdi. Nəyə lazım idi, hamısını taxdı yerinə. Korzinkasıdır, sidenyasıdır. Hər şeyini düzəltdi. Bir iki dənə laxlayan yeri də var idi, orasını sıxdı, bərkitdi. Deyirəm də yağış. Getdi. Güya onlara, bax, onlarla gedəcəkdi yolun qırağı ilə. Zaretkası ölənə kimi. Şöyle Rusik gəldi. Ləlişdə durğuzdum. 20 dəqiqə vaxtımız qaldı. Həkimə özümüzü çatdırmalıyıq. Gedim tez geyinim, çıxaq. Давай, давай. Зарядка села. Хорошо, что села. Bundan sonra sevinəcəm zaretkası öləndə. Я бы за ними поехал. Ya, gördüm də dallarca düşdüm. Ну, я бы прям до их дома доехал бы. Biz çıxdıq, gedirik həkimə. Deməli qızlar, getdik həkimə. Ruslan ağzıma konfet qoyum. Getdik həkimə. Həkim dedi ki, birinci stomatoloqa gedin. Stomatoloq sizə yazmalıdır bu направлениyanı pulsuz. Amma iş dərəcə stomatoloq yazmasa, onda mən yazacağım, belə dedi. Deyir ki, siz полное право имеете pulsuz rentgen челюсть eləmək. Yəni o направлениyanı sizə mütləq və mütləq verməlidirlər, amma stomatoloqlar. Bizim də stomatoloqa heç vaxt zapis olmur. Deyirəm ki, zapis olmadı. Mən də internetdən soruşdum. İnternetdə ki, siz verə bilərsiniz də. Bu gün mənim выходноyumdur. Bu gün verin də. Dedi ki, yox, uşaq onsuz da özü də gəlib, özü də eləyə bilərsiniz siz. Səhər saat 7:30-da stomatoloqu axtarırıq. Как всегда 7:30-da toka stomatoloqda zapis olur bizdə. Hə, olursa eləyirsiniz. Olmursa onda gələrsiniz yanımıza. Əgər sizə atkaz eləsələr, onda mən özüm sizə liçinə yazacağam. Deməli qızlar, bu yemiyasda belə bir şey var. Kim ki Moskvada yaşayır bilir də. Həkimə yazılmaq problemi. Deməli mənə axı направление veriblər ginekoloqa. Heç vaxt направление ilə yazılmaq olmur. İndicə girdim, направлениясыз yazıldım öz xoşumla. Deməli, həkim ayın 10-u iyulda səhər smenində 2 dənə boş zapis var idi. Günorta smenində 3 dənə mi, 4 dənə mi boş zapis var idi. Axşam smenində yenə 3 dənə zapis var idi. Amma направление ilə girirsən, göstərir ki, vəbşi zapis yoxdur. Ona görə onu da mənə Səbnə öyrədi ki, mama, направлениясыз zapis elə özünü. Onda mütləq və mütləq həkimə düşə bilirsən. İndi girdim, dedim, qoy girmişkən yoxlayım. Girdim, baxdım ki, ayın 10-una açıq zapis var. 2, 6, 9 dənə zapis var idi. Nəysə ki, səhər tezdəndən seçdim. Mən xoşduram hər şey səhər tezdən olsun. Səhər tezdənə seçdim.
Ayın onu ev günümdür kakraz. Gedərəm, görərəm. Mən bilirəm nə deyəcəklər. Zaten mən öz problemimi bilirəm. Onu demək istəmirəm də. Neysə. Çünki mənə neçə dəfə deyiblər onu. Deyiblər ki, polip var. Polip. Polip mən bilən baradavka kimi lişni ətdir. İçəri orqanlarda. Mən də padruqamla soruşdum. O da mənə dedi ki, polip olanda belə biraz pis çıxmasın, ayıb çıxmasın, qanaxma çox olur. Ona görə də mənim feritin depolarım boşdur. Neysə ki, gedəcəm onu udalit eləməyə. Görək, inşallah yaxşı olur. Yəni, mən öz problemimi özüm bilirəm zaten. Da, yəni, hansı problemim var, pajenski bilirəm. Prosta mən bilmirdim ki, qan deposu ilə o bir-biri ilə əlaqədardır. Onu da mənə padruqam dedi. Yəni, internet. Hər dəfə mənə deyirsiniz, bilirəm, internet bütün saytlardan topladığı məlumatı mənə verir. Amma ki, mən ondan havanı, suyu soruşmuram da. Mən ondan çalışan vacib şeyləri soruşum. Belə. Bugün internet elə pis işləyir ki, heç nə eləyə bilmirəm, inanırsınız. Gəldi evə, gün çıxıbdır. Pomidor yumurta hazırlayıram. Pomidor yumurtamızı yeyək, gedək. Ruslan özünü öldürür ki, mənə velosiped sürməyi öyrədəcək bugün. Yazığı dünəndən sabah deyə güclə dilə tutmuşam. Heç olmasa bugün sözümdə durum, gedək, biraz öyrənim. Nə istəyir bu uşaq məndən, nə istəyir? Ay bala, nə istəyir? Хочу научить тебя кататься на велике. Düşüb ki, gedək, mən səni öyrədəcəm. Пойдем. Seni qurban. Одевайся. Нет, Да. я устал. Я тоже. Пойдем. Давай sabah hava yaxşı olsa sabah çıxaq. Нет. Сегодня. Seni qurban. Сегодня чуть-чуть, завтра чуть-чуть, а третий день, наверное, уже ничего не останется. Пойдем. Demək Ləlişə dedi. Ləliş dedi ki, yox ya, ustala. İndi mənim üstümə gəldi. Да, пойдем. Vay, o skoçla dolar. Пойдем. Darıxır evdən. Пойдем. Одевайся. Nəysə ki, qızlar, Ruslan dilə tutdum ki, sabah gedəcəm. Səndən bugün çox yorulmuşam. Güc bir tərinandırdım. Düzdür, hələ biraz da ağladı. Yazım gəldi. Sabah gedərəm, neynim. Bugün vlogumu çox çəkə bilmədim. Çünki Səbinə istəmir uşaqları çəkim. Həm mamacil gəldi, həm başım onlara qarışdı, həm elə belə o bu söhbət falan. Nə çəkə bildimsə odur. Bugünkü vloqum bu qədər olsun. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Bizimlə qalın. Hələlik.